Azərbaycanda əsas hansı idman növü ilə məşğul olmağa dəyər? Bu suala cavab vermək çox çətindir. Çünki valideyn olaraq siz özünüz seçməlisiniz. Uşağınızda olan istedadı görməlisiniz. Onun idman parametrlərinə fikir verməlisiniz, bacarığına fikir verməlisiniz. Və həmçinin də belə ümumi götürəndə bu dəqiqə 3 idman növü var ki, ən çox bu idman növlərindən danışırlar və onlarda olan şərait başqalarına görə nisbətən yaxşıdır. Futbol, güləş və judo. Əlbəttə siz istəsəz karateni seçə bilərsiniz, taekvondonu və yaxud da voleybolu, basketbolu. Seçim sizindir. Ən əsas odur ki, heç vaxt uşağınızdan gözləməyin ki, gələcəkdə hökmən bu olimpiya çempionu olmalıdır, dünya çempionu olmalıdır, Avropa çempionu olmalıdır. Açıq ürəklə uşağınızı məşqçiyə, əlbəttə bacarıqlı məşqçiyə verin. Qoy o məşğul olsun. Əgər doğrudan da uşağınızda istedad varsa, o üzə çıxacaq. Və bəlkə də doğrudan da heç siz gözlənilmədən sizin uşağınız neçə ildən sonra olimpiya çempionu olacaq və hamımız sevinərək onun adını təkrar edərək deyəcək ki, filan kəs Azərbaycanı bütün dünyada tanıdır. Amma hər halda o günü gözləmədən bu günü seçin. İdmana öz uşağınızı verin. Çünki idmandan gözəl heç nə ola bilməz.